Daxili İşlər Nazirliyi, Baş Mühafizə İdarəsi, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında mağazadan oğurluq edilməsinin qarşısı alınıb. Özünü təqdim elə. Kərimova Rəviyə, sağlıq qızı. Hadisə necə baş verdi? Gecə idi, 28-də fırlanırdım. Kubudili qabağından keçirdim. Gördüm içəridə qəşəng mallar var. Nə malları idi? İşıqlar, naushniklər, kabrolar, powerbanklar. Ürəyiniz nə istəyirdi var idi. Mən də özümü saxlaya bilmədim. Girdim, uğradım. Nələr götürdün içərdən? Əlimə nə keçdi götürdüm. İşıq, naushnik, powerbank, nə gəldi götürdüm. Peşmansan ha? Yox, yenə də olsa yenə də uğrayaram. Allah sizdən razı olsun. Niyə? Ürəyimdən gəldi. Tutuldunsa var nokta, gedeceksen etap. Zona girende adı bu dinen bağlanıp dur kitap.